Salam. Bugün manifest kızı olacağıq. Bakıyorsun niye çok toz pembe. 3 videomdan birine onu yazırdınız. Hansı manifest kızısan, manifest kızı ol və s. Heç dinləməmişəm. Ümumiyyətlə o qızlardan xəbərim yoxdur. Vlog çəkmədən qabaq istədim ki, girim bir maraqlanım. Kimlərdirlər, nə mahnılar oxuyublar. İstəmədim özümü bilirmiş kimi göstərim. Həqiqətən də məlumatım yoxdur. Heç dinləməmişəm. Bir dənə trend mahnı var. Toz pəmbə. Onu eşitmişəm. Başqa heç bir məlumatım yoxdur. Yetərincə fanatları var. Hətta bu yaxınlarda Dua Lipa belə konsertlərinə getmişdi. Demək ki, sevilir. Mənim saçlarımı qırmızı etmişəm. İndi düzdür, biraz işıq zəifdir. Tam qırmızılığını görmürsünüz. Bir dənə qız yazmışdı ki, sən orada Minə? Minasan dedi. Tamam, mən də o zaman bugün bütün çəhrayı rəngə boyanacağıq. Sizdən xahişim videoyu bəyənməyiniz, şərh yazmağınız və kanalıma abunə olmaqdır. İndi qardırobumdan sizə bir geyim göstərəcəm. Belə bir çəhrayı koftam var. Belə. Və belə bir tam toz pəmbə akımı üçün belə bir şalvar var. Çox rahatdır. Bildiyim ən rahat şalvarlardan biri ola bilər. İndi isə əvvəlcə saç. Bu vlogda ən çətinlik çəkdiyim məqam saç ola bilər. Çünki istədiyim saç modeli biraz çətindir. Əslində bənzərini bir dəfə sizdən yığmışıq. İndi görək bunu bacarıq. Yox, saçlarımı hörüb açmışdım o video üçün, amma bilmirəm nə dərəcədə alınacaq. Deməli, saçı, yəni bu çolka hissəsini buradan belə ayırır. Bax bu hissəsini. Buradan belə ayırır. Əslində heç fenə ehtiyac yoxdur. Necə gözəl görsənir. Şir evdən uçdu. Baxın, buradan buradan belə. Sonra bu hissəsini də buradan ayırır. Bu saçlar buradan aşağıda qalır. Saç isə buradan belə götürür. İndi gözlə. Tolkanı belə yığırıq qarışmasın. Bu hissəni götürürük. Tam yox. Aşağı hissə qalır. Bu hissəni belə götürürük. Sonra isə bu gördüyünüz kimi arxa hissəsini belə yığırıq ki, saçlarımıza qarışmasın. Yəni yuxarı hissəni daha səliqəli yığa biləsiniz. Əgər siz istəmirsinizsə, keçən videolardan birində də demişdim, jeldən istifadə eləməyə bilərsiniz. Amma istifadə edəndə daha qəşəng yaraşır. Mən bu videonu biraz axşamüstü çəkmişdim. Ona görə də təmizləyəndə çox əziyyət çəkməyim deyə dəhşətli dərəcədə jeldən istifadə etmədim, amma ən sonda baxacağıq. Əgər saçda hər hansısa bir çıxıntılar varsa, xoşa gəlməz hissələr varsa, onda yenidən üzərindən jellə keçmək olar. Bu hissədə saçınızı çox sıx da yığmaya bilərsiniz. Onsuz da qəşəng görsənəcək, amma çalışın ki, biraz yuxarıdan yığasınız. Məsəl üçün mən saçımı çox belə möhkəm sıx yığanda bilirəm ki, çox qızlar belədir. Başımız ağrıyır və o saçı tez oradan açmaq istəyirik. Əgər gün ərzində bu makyajla hər hansısa bir tədbirə gedəcəksinizsə, ya nə bilim ad gününə, ya nə bilim fotosessiya və s. bütün gün saçınız belə qalacaqsa, məsləhət görürəm ki, çox da sıx da yığmayın. Əsas odur ki, biraz yuxarıdan yığasınız. Onda baxın belə şarmlı görsənir. Ən sonda isə altda yığdığınız saçı açın ki, qarışmasın. İndi isə keçək makyaja. 2 pəmbə makyaj var ağlımda. Bilmirəm manifest qızına hansı yaraşar. Siz yazarsınız yaraşdı mı, yaraşmadı mı deyə. Əvvəlcə tonal krem. Əvvəla videonun bu hissəsində sizə çox təşəkkür etmək istəyirəm. Vloglarımı izlədiyiniz üçün, şərh yazıb, kanala abunə olub, videolarımı bəyəndiyiniz üçün çox sağ olun. Bu mənə çox böyük motivasiya verir. Yaxşı ki, varsınız. İndi isə keçək makyaja. Deyim ki, mən əvvəl çox qorxurdum göz kölgəli makyajlardan, cəsarətli makyajlardan. Amma sonra öz-özümə dedim ki, Aytaç, bütün makyaj ləvazimatları sənin əlinin altındadır. Yəni, əgər sən bir səhv etsən, sonra onu silmək çox çətin məsələ deyil. Ona görə də cəsarətli ol. Və öyrəndim ki, belə cəsarətli makyajlarda ən birincisi başlamaqdır. Sonra isə qorxmamaq. Bəli, düz eşitdiniz, qorxmamaq. Qətiyyən əlinizi qorxutmayın. Birincisi, əgər belə riskli makyajlar edirsinizsə, yəni necə deyirlər, biraz abartı makyaj eləmək istəyirsinizsə, göz üzərinizə birinci konsiler keçirsiniz. Konsilerdən sonra isə hansı rəngdən istifadə edirsinizsə, o daha qəşəng oturacaq və abartılı görsənəcək. Baxın, misal üçün mən ilk dəfədir belə çəhrayı rəngdən istifadə edirəm. Axı trendimiz toz pəmbə akımıdır.
Cərrahi rəng əlimi qorxutmadan gözümün üzərinə keçdim. Gördünüz? Səliqəli, səliqəsiz fərq eləmir. Çünki sonra onu dağıdacağıq. Və incə bir fırça ilə, biraz daha tünd rənglə gözümün üzərində keçid yaradıram. Bu keçidi çox belə abartıda çəkə bilərsiniz, biraz incə də çəkə bilərsiniz. O sizin özünüzdən asılıdır. Amma unutmayın ki, sonra gözün alt hissəsinə konsiler vuranda, onsuz da o xətt göz önünə çıxacaq. Ona görə də çox abartmasaz da olar. Mən videoya görə daha şit edirəm ki, kamerada nə qədər də olsa biraz az görsənir. Sonra isə gözün alt hissəsinə də yenidən konsilerlə keçəcəyik. Niyə? Çünki yenə dediyim kimi konsilerin üzərindən ağ boya istifadə edəcəyik. Bu çox əsasdır. Ağ boya deyəndə ki, yenə ağ ten istifadə edəcəyik. Bu arada videonun bu hissəsində videonu dayandırıb kanala abunə olmağı, videonu bəyənməyi və gözəl şərh yazmağını istəyirəm. Ən sonda deyərsiniz, mən manifestin hansı qızına oxşadım və yaxud da ki, məni manifestin hansı qızına oxşadırdınız. Bu arada hərə bir-birindən soruşur, manifestin hansı qızısan. Bilmirəm, bunu misal üçün xarici görünüşünü çox bəyəndiyi üçün qızları belə oxşadırlar. Yoxsa xarakterinə görə, yoxsa nəyinə görə bilmirəm. Amma maşallah çox məşhur olublar. Mən sizin sayənizdə tanıdım onları, mahnısına qulaq asdım. Ən sonda mənə deyərsiniz ki, hansına oxşadım və şərhlərə yazarsınız ki, siz manifestin hansı qızısınız. Baxın, gördünüz, dediyim kimi oldu. Aşağı hissə üzərindən konsiler keçəndə, sonra üzərindən beyaz ten keçəndə yuxarıda çəkdiyimiz o sərt, necə deyirlər, keçid özünü büruzə verməyə başladı. Əslində bu makyaja baxanda mən qızda bu makyaja görəndə dedim ki, yox Aytaç, səndə bu qədər qəşəng alınmayacaq. Amma sonra dedim ki, yox. Ən əsası bu həyatda hər şeyə başlamaqdır. Fərqi yoxdur. Siz yaxşı tort ustası olmaq istəyirsiniz, yaxşı vizajist olmaq istəyirsiniz. Düzdür, mən özüm üçün belə makyajlar edirəm. Təbii ki, çox professional makyaj ustaları var. Amma həyatda hansı sahədə özünüzü sınamaq istəyirsinizsə, sizdən çox xahiş edirəm ki, qorxmayın. Çəkinməyin və addım atın. Və bilin ki, bu videoya nə qədər aid olsa da, olmasa da sizi həmin sahədə bacarığı olan heç kəs qınamaz. Baxın, misal üçün, siz çox yaxşı, deyək ki, tort ustası olmaq istəyirsiniz. Tort sahəsində əziyyət çəkən, tort sahəsində uğur qazanan, çox yaxşı tortlar bişirən, ərsəyə gətirən insanlar heç vaxt sizə ələ salmayacaq. Ən uğursuz torta belə baxıb deyəcəklər ki, məndə də ilk dəfə belə idi. Bunun daha yaxşısını eləyəcəksən və sənə dəstək olacaq. Əgər kimsə mız qoyursa, sözün belə loru mənasında deyək, bilin ki, ümumiyyətcə uğurlardan və yeri gəlsə bacarıqlardan da uzaqdır. Belə, layner məsələsinə gəldikdə, layneri mən bu makyaja yaraşdırıram, amma incə. Bilirsiniz, mənim gözlərim böyük olduğu üçün mən həmişə deyirlər ki, qalın layner çək. Mən də qalın layner çəkirəm, özümün də ürəyim gedir. Amma bu makyaja qalın yox, incə layner yaraşır. Baxın, gördüyünüz kimi görürsünüz necə bir-birini tamamlayır. Sonra isə tuj vururuq. Bu arada keçən videoda pələng makyajında yazmışdım. Çoxu tapmışdı. Həmin makyajda tuj vurmağı unutmuşdum. Və bu sosial mediamda, TikTok və Instagramda açıq-aydın görsənir. Bu arada keçid videolarımı TikTok və Instagram hesabımdan izləyə bilərsiniz. Adım buradakı adla eynidir. Ümid edirəm ki, biz avqust ayında 50.000 abunə olacağıq. Belə, gəldik burun konturuma. Short videolarımda çox soruşursunuz. Əslində mən burun konturlamağı çox sevmirəm, amma edəndə də bəyənilir. Baxın, gördüyünüz kimi belə konturu keçirəm. Sonra incə bir fırça ilə başlayıram həmin konturları yaymağa. Burada əsas məsələ ən sonda barmaqlarınızla da incəldə bilərsiniz. Və yaxud da ki, çox incə şəkildə burunun ortasından konsilerlə keçə bilərsiniz. Mən bəzən elə də edirəm. Özümə yaraşdığı təqdirdə mən bildiyim qədərilə yenə də deyirəm, daha professional, daha qəşəng edənlər var. Mən vizajist deyiləm, sadəcə kontentim uyğun olduqca belə videolar çəkirəm. İndi keçdik üz konturlamağa. Üzümdə əslində əvvəl dedim konturlama etməyim, amma sonra bu makyaja baxdım ki, konturlamanı edirlər. Burada ən əsas məsələ ənlikdir. Bu arada makyajda birinci krem məhsullardan istifadə edin, ondan sonra toz məhsullardan. Həqiqətən də istəyərəm ki, şərh bölməsinə yazarsınız. Makyajda ən çox nəyi bəyəndiniz, nəyi bəyənmədiniz, nəyi artırardınız, nəyə əlavə edərdiniz? Mənə sizin fikirləriniz çox maraqlıdır.
Bu arada deyə bilərsiniz ki, Aytaç, ənlikdən niyə bu qədər istifadə elədin? Çünki bizim trend toz pəmbə trendidir. Ona görə də toz makiyajdan, daha doğrusu çəhrayı makiyajdan çox istifadə etmək lazımdır. Hətta qızların trendinə baxdım ki, burada sözün əsl mənasında ağını çıxarıblar. Amma mən o qədər istifadə eləmədim. Biraz az istifadə elədim. Amma dediyim kimi videolarda daha pigmentasiyası az göründüyünə görə real şəkildə daha 2-3 qat istifadə etmək lazımdır. Hətta makiyajların birində, daha çox like yığan videoların birində qızın yanaqlarını, nəinki yanaqlarında, yanaq, alın, burun kənarı bütün çəhrayı rəngi idi. Amma mən deyim ki, ona yaraşmışdı. Bilmirəm indi siz bu makiyajı, bu saçı mənə nə dərəcədə yaraşdıracaqsınız. Nə yalan deyim, mənim çox xoşuma gəldi. Və iki fikirləşmişdim. İki deyəndə ki, iki fikrim var idi. Zər almaq və həmin zərləri, daha doğrusu qaş almaq. Və həmin qaşları gözümün üzərində laynerin üzərindən bir-bir getmək əvvəldən axıra qədər. Birinci düşündüm ki, belə çox qəşəng yaraşacaq. Sonra dedim ki, onda daha da şit olacaq. Və axtardım. Təsəvvür edin ki, bütün 28 gəncliyi mən bu zərlərdən ötürü gəzmişəm. Tapmadım. Axırda getdim, sizcə əlimdəki zərlər nədir? Bəli, düz tapdınız, dırnaq zərləri. Axırda getdim, dırnaq üçün zərlər tapdım və o qədər gözəldi ki, tam çəhrayı, tam akıma, tam trendə, tam mənim paltarıma, geyimimə, makiyajıma uyğun olan o zərləri tapdım. Əvvəl dedim ki, təkcə yanaqlarıma düzərəm bu zərləri. Sonra isə ağlıma başqa bir fikir gəldi. Dedim ki, niyə də həm yanağıma, həm də burnumun üstünə bunu eləməyim. Yadınızdadır, Argentina üçün makiyaj çəkmişdim və həmin makiyajda burnumun üzərinə Argentinanın bayrağını çəkmişdim. O qədər çox insan bəyənmişdi ki, hətta qızlar günlük makiyajında burnunun üzərinə biraz sarı ten vurub mənə şəkillərini atmışlar Instagramda və çox bəyənmişdim. Bunu hətta bəlkə trend edirik, hə? Burnumuzun üzərinə sarı ten. Burada isə sarı yox, gördüyünüz kimi istifadə etdiyim o zərləri burnumun üzərinə və yanlarına da vurdum. YouTube kanalımda bu çox qəşəng görsənir. Buna o qədər sevindim ki, amma TikTok, Instagramda bu zərlər bu qədər görsənmədi. Bilmirəm, mən işığı səhv qoymuşdum, yoxsa nə? Bu qədər, yəni professional görsənmirdi. Bu qaşları isə gözümün üzərinə düzdüm. Gördüm ki, yox, qəşəng olmur, çünki böyükdür. Ondan sonra gözlərimin yanına, laynerin altından qoydum. Sonda isə pomadamı pastelin bu qələmi ilə çəkirəm. Çünki istəmədim dodağımı da pəmbə edim. Onda düşünürəm ki, mənə yaraşmazdı. İstədim əslində mat qalsın. Sonra bu glossla üzərindən keçdim. Ən sevdiyim glossdur. Qətiyyən yapış-yapış olmur. Məncə bu gloss elə bir glossdur ki, hər kəsə yaraşacaq və mənim makiyajımı da tamamladı deyə düşünürəm. İndi isə keçək geyimə. Mən bu geyimi Türkiyədən almışdım. Çox bəyənərək almışdım, amma çox təəssüf ki, vaxtım az oldu. O butikdə bu geyimi geyinə bilmədim. İndi isə sizinlə bir yerdə yoxlayacağıq. Makiyajım artıq bitdi. İndi isə keçək geyimimə. Geyimimi də geyindim. Məncə oldum əsl manifest qızı. Elə ürəyimə damıb ki, siz bu geyimi də, siz bu makiyajı da çox bəyənəcəksiniz. Mütləq şərhlərə yazın. Bəyəndiniz yoxsa yox? Makiyajım necə olub ümumiyyətcə? Siz bu saç düzümünü, saçlarınızı böyük dalğalı buruq eləyib də yığa bilərsiniz və yaxud da ki, saçlarınızı dümdüz fenləyib də yığa bilərsiniz. Hər iki halda möhtəşəm görünəcək. Burada işığı dəyişdim ki, makiyajımı açıq-aydın görəsiniz. Sizi çoxlu öpürəm. Çəkdiyim trend videonu da bax belə paylaşıram. İnşallah bəyənərsiniz. Şərh yazmağı, bəyənməyi, kanala abunə olmağı unutmayın. Çox sağ olun. Hələlik.